yeni reabilitasiyanı bitirib, hələ çöl həyatına tam adaptasiya olunur da, yəni ayıq başına həyatı yaşamağın yollarını bilmir, öyrənməyib, başlayır özün müqayisə eləməyə 3 il, 4 il, 5 il ayıqlığı olan insanlarla. Ən əsası da bu özün biruzə verir, ezo münasibət, yəni emosional asılı münasibətlərdir, intim münasibətlərdədir, xanımlarla, TikTokda, Instagramda, sosial şəbəkələrdə həmən tanış olub, yəni münasibətlər yaşamaq istəyir. Bunun da sonu nə ilə nəticələnir? İstifadə ilə. Yəni 99% demək olar ki, istifadəçilərin çoxu, yəni həmin o pozduğu sərhədlə gedirlər, özlərini müqayisə edirlər daha çox ayıqlığı olan insanlarla ki, bunlar bunu elədi, mən də eləyim, amma yaxşını götürmürlər. Yəni vaxtı ki, o insanın gəlib o 3 ilə 4 ilə elə belədən gəlib çatmır da. Onun da çəkdiyi müəyyən əziyyətləri olur, yəni özünün nəfsini qoruyur, bəzi məqamlarda bir çox hadisələrdə özünü qoruyur, gəlib o ayıqlığa çıxır. Amma bunlar çıxan kimi sırazı onunla müqayisə eləmək istəyirlər. Bunun da sonu ilə nəticələnir, yenidən istifadə edir.